Subhanallah Teala Halik ve Fatiha. Maliki yevmiddin. Geç. Allah ölenlerden Yakın gelende bazılar. Gelin yakında gel. Sebilillah. Selamünaleyküm. Yahmedullah. Dâre kavmin mu'minin. İnne en inşa'Allah bikullah ve nesallallahu leylâne ve lekkûlâh. Elhamdülillah Rabbil alemin. Gayril mağdubu aleyhim ve lâddâllin. Amin. Bismillahirrahmanirrahim. Allah rahmet eylesin. Huvarrahmanirrahim. Vallahüllezî la ilahe illâhu. El-Melikul Kuddus, Selamul Mu'minul Muheyminul Azizul Cebbarul Mutekebbir. Subhanallah yamma. Amin. Elhamdülillah. Elhamdülillah Rabbil alemin vel âkıbetu lil muttaqin. Ebul Kasım Muhammed sallallahu aleyhi ve sellem. Allahümme Rabbena ya Rabbena tegabbal minna inneke entes semiyul alim ve yamur lana inneke entet tevvabur rahim. Ehtina ve vafıkna ila hamdi ve seyyidil müstakim. Allah rahmet eylesin. Hürmetli cemaat. Hürmetli şehit ataları, aziz şehit anaları. Biz dünən də bu ziyaret mekanındaydık. Bu cennet mekanındaydık. Anım günü geçirdik. Bütün dünyada anım günü geçtik kimi Şamaxıda da, Şamaxı Şəhidlər Xiyabanında, Göylər Şəhidlər Xiyabanında, Məlçobanlı Şəhidlər Xiyabanında, Qurttepe Şəhidlər Xiyabanında və eyni zamanda Şərədir Şəhidlər Xiyabanında geçirildi. Ümumiyyətlə dünyada geçirildi. Allah Teala sizin her birinizden razı olsun. Bu gün de benim yanımızdasınız, yanımdasınız. Cavid balamızın bu günleri anım günüdür. Allah Teala bütün şəhidlərimizə qəni rəhmət eləsin. Onların yeri cənnətdə olsun. Allah hər birinizdən razı olsun. Biz dünən bunların evində olmuşuq. Sevinmişik, şadlanmışıq, demişik. Ondan sonra Allah bunun qalan bağlarını salamat eləsin. Hamımızın Allah Teala tüm şəhid ataların, şəhid anaların qalan bağlarını salamat eləsin. Eyni zamanda Cavidin. Hörmətli cemaat, həmişəki xaşımı yerə sizdən eləyirəm. Bu xaşımı sizdən əsirgəməyəcəyəm. Bir dəqiqəli süsürlə bütün şəhidlərimizin xatirəsini yad edək. Sonra tədbirimizi devam etdirək. Allah rəhmət eləsin. Allah Caviddən başladıq. Zöhrə balamızın var. Sonra Niyeto balamızın var. Şimdi bunları yekunlaştırıp geçiriyor inşallah. Allah Teala her birinizden yine tekrar diyelim razı olsun. Allah sizi hiçbir vakti elliğden, cemaatlıktan, komşuluktan, kohumluktan esgelemesin. Bu günleri Cavid balamızın yanında sol tarafında atasıdır, Cavanşir kişidir, sağ tarafında anasıdır. Her birine teşekkür ederim ve karşısında izdihamdır, halkdır, ellidir, cemaatıdır ve Şamaxı rayonunun axundudur ve aynı zamanda Şamaxı rayonunun aksaqqalıdır. Her birinizden teşekkür ederim. Her birine teşekkür ederim. Hürmetli cemaat. Elsiz, cemaatsız, bak kuvvetsiz. Bizim elin cemaatinin arkasısınız. Elin cemaatinin kuvvetsiz. Hamımız bu günleri ne iş görürükse, ne inirikse, hara gidirikse, ne kururuksa benim sözüm budur. Bu da olacak inşallah. Hamısı bu uşaqların, babalarımızın sayesindədir. Allah Teala prezidentimizin canını salamat eləsin. Allah onun Ali Başkomandanın şınavand eləsin. Onun başıcı olsun əmməşə. Mehriban xanımın Allah Teala şınavand eləsin. Hörmətli Cavanşir kişi. Bir neçə kəlmə fikrim var. Bir neçə kəlmə bu cemaatda xahiş söz demək ki, sağ olun. Sağ olun. Allah köməkdir. Çox təşəkkür edirəm. Anası danışan deyil. Bilirəm orada məktəb açılışında ad vermişəm uşağa. Məktəb sinifin adını verdim. Onu da danışmadı. Hörmətli şəhid anası. Müəllimə buyur. Qanira xanım. Mən də bütün tədbir iştirakçıların hamısını salamlayıram. Dünənki tədbir göstərdi ki, şəhidlərə ölkəmizə necə böyük qiymət verir. Bu izdihamı görəndə sevənlərə çox olur. Biz bu dünyada... Hələ göylədəki izdiham ondan da çox idi. Biz bu dünyada olmasa şəhidlər heç vaxt unutulmayacaq. Ona görə mən xalqımızın bütün nümayəndələrinə təşəkkür edirəm. Bu gün də istəyirəm ki, bütün şəhid anaları adına
Cavid'in anasının adına sizə təşəkkür edirəm. Və deyim ki, Allah şəhadətin mübarək olsun. Allah bizi yar eləsin. Amin. Allah hər iki günü də ağırlasın ki, siz bizi bu gözəl günlərə çatdırırsınız. Mən bütün şəhidlərin qarşısında baş əyirəm. Allah razı olsun. Çok sağ olun. Hürmetli Ceyhun müəllim. Buyur. Ben de tədbir iştirakçılarını salamlayıram. Hava şəraitinə baxmayaraq bizim hər birimizin borcumuzu burada gəlib balalarımızı ziyarət eləmək. Mən Cavid balamız da bizim balalarımızın yarımçıq qalan işlərini də tamamladı. Antiterror əməliyyatında şəhid olan balalarımız, Allah bütün şəhid balalarımızın ruhunu şad eləsin. Onların ailəsinə, yaxınlarına səbir versin. Cavan Allah sən səbri versin, qalan balalarının xeyrini görəsən inşallah. Balamızın anın günüdür bugün, onun şəhadəti mübarək olsun. Bugün iki şəhidimizin doğum anım günüdür, bir şəhidimizin də doğum günüdür. Allah cümlə şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin. Amin. Onlar bizim rəngli bayrağımızı göylərə qaldırdılar, xalqımızın üzünü ağ elədilər. Həqiqətən də biz bir xalq kimi onların bizə əmanət elədiyi torpağın qayğısına qalmalıyıq, onun qədrini bilməliyik, o bayrağın qədrini bilməliyik. Hər birimiz evimizdə balalarımıza o şəhidlərimizin o keçdiyi o döyüş yollarından danışmalıdır, onları vətənpərvər böyütməlidir. Yəni ondan qorxmamaq lazımdır ki, mənim balam gedəcək, şəhid olacaq. Şəhidlik hər bir insana, yəni qismət olmayan bir uca bir zirvədir həqiqətən də. Biz rəhmət desək də, deməsək də, onlar öz rəhmətlərini qazanıb gediblər. Allah onların şəfaətini bizə nəsib eləsin. Allah qazilərimizin canını sağ eləsin. Qazilərimizin canını sağ eləsin, onlara şəfa versin. Bizim yaralı qazilərimiz var. Hal-hazırda Səngərdə bizim balalarımız xidmətdədir, zabitlərimiz xidmətdədir. Allah onları düşmən gülləsindən qorusun inşallah. Allah onları var eləsin, sağ-salamat inşallah evlərinə dönsünlər. Allah ölkəmizi əmin-amançılıq eləsin, sülh içində bərqərar eləsin, xalqımıza bərəkət versin. Allah Teala heç bir valideyni evladla sınağa çəkməsin. Həqiqətən də çox ağırdır evlad acısı, amma həm də qürurludur. Bizim balalarımız bu elin, oban, bu dövlətdən ötürü düşünmədən canlarından keçdilər, amma o dövlətin içində bütün insanlar gedir, bütün onlara qiymət vermək lazımdır, dəyərləndirmək lazımdır. Çox sağ olsun cəmaatımız bu günləri həqiqətən də cəmaatı çox görəndə adamın ürəyi açılır. Həqiqətən də mənəvi cəhətdən bizim qəlbimiz çox şad olur, təsəlli tapırıq. Bir daha anaların əlindən öpürəm, ataları bağrıma basıram. Bizim burada Calaldır, bizim şöbənin sədridir, ağsaqqalımızdır, hacımızdır. Allah sizdən hər birinizdən razı olsun. 5 ildir bizi inənsiniz, var Teşekkür olasınız. ederim. Çox sağ olun. Hazır da ben de. Sağ olun. Allah səbir versin. Çok sağ ol. İmran müəllim. Tədbir iştirakçıları, hörmətli şəhidsever insanlar, mənim üçün dəyərli olan şəhid ataları, şəhid anaları. Bugün hər birimizə məlumdur ki, bugün bizim Şamaxı rayonunda 3 qəhrəman şəhidimizin tədbiridir. 2 evladımızın şəhadət günüdür, bir balamızın doğum günüdür. Allah hər birini yerin cənnət eləsin. Məqamını uca eləsin. Allah sizlərin də hər birinizə razı olsun. Var olun ki, həmişə siz bizlərlə bir yerdə iştirak edirsiniz. Rayonumuzun axındı, rayonumuzun ağsaqqalı və şəhid və qazilər cəmiyyətin rəhbəri olan Cəlal kişi, hər birinizə öz təşəkkürümü bildirirəm. Allah şəhidsever insanlarımızı, şəhidsever xalqımızın evlatlarını var eləsin. Mən nə deyərəm? Söz çoxdur. Biz dünən də bir yerdə olmuşuq hər birimiz. Şəhidlərimizin böyük anımı möhtəşəm keçirildi. Hər birinizə can sağlığı arzulayıram. Cavanşir qardaş, Allah
Bütün şehit bağlarımızın mekanı cennet eləsin. Amin. Şehit atalarına Allah'tan bol sabır, dözmez duyuram. Her biriniz var olun. Çok Allah sağ ol, sizlerle teşekkür olsun. ederim. Sağ olun. Şehit atası, Tevfik Müəllim buyur. Çok sağ olasın. Allah razı olsun Hamza. Bugün de Çamaşır kardeşimiz taş koymadı. Çok sağ olun. Allah'ın balası verin. Cennet, sevgi şahitlerimizin yeri. Cennet megamı olsun. Allah sevgimiz. Üçümüz sağ olun. Teşekkür ederim. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit ana, çok sağ olun. Geldik etrafımızda yığışdıq. Sabit balamızla birlikte bu tədbiri keçirdik. Sağ olun, her birinize Allah Teala şahtı kısmet eləsin, qalan bağlarımız salamat olsun. Hürmetli Cavanşir kişi, Allah sen de qalan bağlarımız salamat eləsin. İşiniz avan da olsun. Hamıda Cavanşir kişi. Yekunda tədbirin yekununda evə dəvət eləyir. Bir iskan çay hazırlayıb burada çay içmək üçün. Bunu da sizin xatırınıza çatdırdım. Çok sağ olun. Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Eliniz obod Allah Teala var olsun. İşiniz avan da olsun. Bir dua. Amin. Allah rahmet eylesin. Allah rahmet eylesin.